Bax, məsələn də keçmişdə olub sənə bir şeylər. Sən indi bilmirsən neyniyəsən. Hə, deyəcəksən ki, o insanlar indi yoxdur. Mən kimə göstərim qəzəbi? Necə eləyim? O halda neynəmək olar? Yenə o insanlar, o insan oturub qarşında hələ istədiyi de ona. Ya otur yaz. Yazıb deyə bilərsən. Ya insan tutalım rəhmətə gedib, onu tutalım həqiqətən də gedib qəbrinin üstündə bax, məsələn, mənim bir pasiyentim var idi, qız çox ağır, çətin uşaqlığı olmuşdu. Atasının qəbrinin üstünə gedib o çox, yəni bizim seanslarımız olan vaxtlarda deyirdi ki, mən heç vaxt getməmişəm demək olar ki də, lap bir dəfə falan getmişəm, gedə bilmirəm. Sonra başladı getməyə ora və orada ağlayırdı, orada öz şikayətini eləyirdi, mənə bunları niyə elədin, bunları mənə niyə yaşatdın, mən uşaq idim, mən balaca idim, niyə mənə qıydın, mən sənin balan idim. Yəni ki, bilirsiniz necə, nə olar o insan indi yoxdur bu dünyada. Bu insanın içində axı bu yığılıb qalıb axı, özü də sən ən əziz insan tərəfdən, ata tərəfdən, ana tərəfdən çox ağır bir şeylər görəsən, yaşayasan və onlar axı sən uşaqsan, sən onları çıxara da bilmirsən, sən qorxursan, ehtiyat edirsən, həm onların səndən üz çöndərməklərindən qorxursan, həm şiddətin daha aşırı olmağından qorxursan. Çünki uşaq uşaqdır, uşaq inanır valideyn qəzəblə, hirslə deyəndə ki, öldürərəm ha səni, başlı oyun açaram, səni belə eləyərəm, elə eləyərəm. Yəni, valideyn var ki, bilirsiniz necə, gözü dönəndə elə şeylər deyir ki, uşaqdır, uşaqdır, inana da bilir bunlara. Həm də adekvat olmayan da valideynlər var axı. Uşaq təxminən anlayır hardasa valideyn nələr edə bilər. Təxminən uşaq onun göstərdiyi şiddətdən uşaq bilir ki, hə, bunun 5 qatı da ola bilər. Yəni qəzəb bir şəkildə, lap o insanlar bu dünyada varlar, yoxdular. Bir şəkildə çıxmalıdır. Yəni adam var şeirlə, o qəzəllərlə, nə bilim meyxana ilə, fərqi yoxdur da nə ilə, şəkillərlə. Nə bilim gölə gedib daş atmaqla, hirslə, boksa getməklə. Yəni bu insandan bunlar çıxmadıqda, yəni çıxmağı gərəkir ki, çıxmağı bilirsiniz nə qədər önəmlidir. Yəni birbaşa sağlamlığınızla əlaqəsi var da bunun. Birbaşa. Birbaşa sizin ruhsal sağlamlığınız sizin fiziki sağlamlığınıza təsir göstərir. Bu belədir.